Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu dərsimizdə biz reinforced levellər haqqında, yəni gücləndirilmiş səviyyələr haqqında danışacağıq. Trade edərkən görmək istədiyimiz səviyyələrdən, zonalardan biri də bu gücləndirilmiş zonalar olacaq. Deməli, burada da məlumat verilib bu haqda. Gücləndirilmiş səviyyə o zaman yaranır ki, yüksək həcmli zona, yəni HV-ni birbaşa yaxud da ona yaxın şəkildə volume profilin bir səviyyəsi üzərində yaxud da altında olur. Yəni value area high-ın üzərində yarana bilər, yaxud da value area low-un aşağısında ona bitişik şəkildə yaxud da çox yaxın şəkildə yarana bilər. Yəni qiymət bu gücləndirilmiş səviyyədən uzaqlaşdıqdan sonra biz həmin səviyyəyə qayıtdığı zaman buradan bir reaksiya gözləyəcəyik və bunu biz dəstək, yəni support yaxud da müqavimət, yəni resistans kimi istifadə edə bilərik. Ümumi olaraq, vizual olaraq görüntü bu şəkildə, məntiq bu şəkildə olur. Yəni bir bitmiş seansımız olur. Bu əsasən artış seansına yaxud daha doğrusu əsasən sonuncu seanslarda olur. Yəni ən son hansısa cari seans hansı başlayırsa onun əvvəlkində baş vermə ehtimalı daha yüksəkdir və daha təmiz olur bu hərəkətlər. Deməli, bitmiş son seansdan sonra yeni bir seans açılır və cari seansda hələ ki formalaşmağa başlayır. Bitmiş seansın zonalarını çıxartmışıq, value area high-ını çıxartmışıq və value area low-unu çıxartmışıq. Və cash session, daha doğrusu cari seansımız current session açılır və çıxır bizim bu value area high-ımızın üstünə. Bunun üstünə çıxır, burada bir vaxt keçir və burada HV-nə baş verir. Yəni görür ki, dağ yaranmağa başlayır. Dağ yaranmağa başlayır və burada çalışdığı qədər istəyir ki, şey eləsin. Bu zonanı bir retest eləsin. Burada bir çoxlu rejectlər yesin yuxarı yönlü. Amma fail olsun, qayıtsın şeyə. Həmin areanın içinə qayıtsın. Bu içinə qaydanda da əgər cari seansın hazırda valı vahı olacaqdır, o da dəyişə gedir. Amma görürük ki, içəri qayıtsa belə yeni zonalardan biri hər hansısa bununla örtüşürsə, ya da çox yaxındırsa, bu zaman ekstra təsdiq olur və həmin səviyyəyə təkrar toxunuşunda biz oradan trade-ə daxil ola bilirik. Yəni short yöndə. Yəni yuxarıdadsa qırılırsa aşağı, geri dönüşündə shortlayırıq, yaxud da aşağıdadsa eyni məntiq daxil olur içəriyə proses və geri çəkildiyində longlayırıq biz hərəkəti. Yəni alış əməliyyatı alırıq. Yəni məntiq bu şəkildədir. Bəsitdir, biraz göz öyrəşəni kimi çətindir, sonra daha rahat görüb məntiqini tuta biləsiniz. Ümumi olaraq bu şəkildə olacaq vizual görüntü. Məsələn, burada bu xətti var, görürsünüz, nöqtəli xəttlər. Bu hansısa əvvəlki bir profildir. Əvvəlki profilin value area high-dır. Value area high-ın üstünə gün açılır, gəlir, çıxır üstünə. Burada görürsünüz dəfələrlə toxunur, qalxır, toxunur, qalxır. Burada həcm yaradır. Burada HV-ni görə bilirsiniz, görürsünüz. Bunu belə işarəliyim. Baxın. Deyək ki, bu bizim nəyimizdir? Bu bizim RTH PD vahımızdır. RTH seansının value area high-dır əvvəlki. Və 18:00-dan sonra current session açılır, gəlir, onun üzərinə çıxır. Burada həmin zonaya reject verir, görürsünüz, çoxlu toxunur. Yəni bu zonanın respekt etdiyini göstərir bizə. Üzərində də şey görmək istəyirik biz. Əlavə olaraq həcm görmək istəyirik. Baxın, bunun üstünə çıxandan sonra burada etdiyi hərəkətlər burada bir high volume node yaradır, görürsünüz. Və bundan sonra tərkəlir aşağı yöndə. Aşağı yöndə tərkəlindən sonra artıq bu zona bizim oldu gücləndirilmiş zonamız. Reinforced level olur bura. Və qiymət təkrardan gəlib ora toxunanda artıq oradan reaksiya alma ehtimalı daha yüksək olur. Bir dəfə burada alıbdır, gəlib POC səviyyələrinə qədər düşüb, təkrar reaksiyasında gəlib buradan reaksiya alıb düşüb aşağıya. Və ikinci reaksiyasını hardan alıb? Baxın. Bu cari seansında öz dəyər zonası vardı, dəyişə gedir. Bu xəttlər həmin zonalarda tuş gələndə daha da gücləndirir həmin gücləndirilmiş zonanı. Və oradan reaksiya gəlmə ehtimalı çox yüksək olur.
TradingView-da da baxaq bir nümunə üzərində. Deməli, baxın. Bizim bir seansımızdır, deyək ki, bu bitdi. Value high var, çəkirik xəttimizi. Baxın. Bu nədir? Overnight val, overnight bar. Yəni dəyər zonasının yüksəyi və dibi. Bu burada bitəndən sonra 9 ons açır. 9 ons açılandan sonra nə edir qiymət? Qiymət baxın. Deyək ki, cari seansda, cari seans profili bu şəkildə irəliləyir də. Hissə irəliləyir. Yəni anlıq olaraq yarana gedir. Görürsünüz, yaranır. Və burada artıq görürsünüz, təkrardan gəlir ora, retest edir. Bu o deməkdir ki, bu zona artıq bir zonadır. Yəni qiymət altdan yuxarı gələndə orada reaksiya alır. Reaksiya alır, düşür aşağıya. Düşdümü aşağı? Gedir, hərəkətini eləyir. Və burada nə yaranır? Burada görürsünüz, həmin zonanın, baxın, overnight valın altında bir HVN yaradır. HVN yaradır necə? Baxın, burada vaxt keçirib, sonra burada dəflərlə həzm icra edibdir, sonra oranı tərk edibdir. Həzm icra edib tərk edəndən sonra gəlir, qırır içəriyə, təkrardan dəyər zonasının içinə. Dəyər zonasının içinə daxil olur, baxın, burada. Görürsünüz, HVN yarandıqdan sonra gəldi, burada qırdı içəriyə. Qırdı içəri və sərt bir şəkildə keçdi buranı. Keçəndən sonra hara kimi getdi? Baxın, görürsünüz, dəyər zonasının point of control nöqtəsinə kimi getdi. Gəldi bura. Buradan sonra retestə çəkilir. Adətən bu hərəkətdən sonra gedir, dəyər zonasının içində point of controluna bir retest verir. Oradan reaksiyanı verir. Geri çəkilməsini oradan verir. Ən azından bir böyük bir hərəkət gedir, ondan sonra gəlir geri çəkilməsində. Və biz artıq bu HVN-nin altına stopumuzu yerləşdirib. Niyə? Çünki buranı tərk edibsə təkrardan bu güclü səviyyənin altına keçmək istəməz qiymət və qəbul etdiyi əvvəlki dəyərin içində işləm görəcək böyük ehtimalla. Buradan sonra geri çəkilməsində birbaşa buradan əməliyyata daxil olub value low'dan, overnight'ın value low'dan əməliyyata daxil olub stopunuzu HVN-nin aşağı tərəfinə, yəni HVN-nin bitişi level-niyə qoya bilərsiniz. Hədəfinizdə istəyə uyğun şəkildə 2R, yaxud 1R, yaxud da profilin digər tərəfinə doğru, yəni bu profil qəbul olunursa keçilir böyük ehtimalla. Digər tərəfinə doğru ilk reaksiya ala biləcəyi əsas zonaya, məsələn bu value high-dir. Oraya qədər tuta bilərsiniz və gəlib oradan da reaksiyasını alır, düşür aşağı. Yəni bu hərəkəti biz görmək istəyirik. Yəni vizual olaraq təkrar məntiqini göstərirəm. Bunu bazarda özünüz çoxlu axtara gözünüzü alışdırmalısınız bunlara. Bir əvvəlki profil olur, deyək ki. Bunun value high var, value low var. Bu xəttləri uzatdıq mı? Uzatdıq. İndi əri çəkdim, neysə. Deyək ki, bu burada bitir. Burada başlayır, burada bitir. Profil bu şəkildədir. Bu last profildir, yəni son profildir, bitmiş profildir. Bu da cari profildir. Sonra burada başlayır yeni profil yaranmağa. Yeni profil yarananda deyək ki, buradan gəlir qiymət hərəkət eləyir. Deyək ki, həmin zonlar reaksiya aldı. Yəni bir value high və yazaq. Vaha toxunanda reaksiya almanı istəyir ki, yəni vah həqiqətən də bir leveldir, bir səviyyədir və qiymətin ona reaksiya verməyini gözləyə bilərik. Sonra qırdı yuxarı və burada deyək ki, müəyyən qədər vaxt keçirdi. Bu vaxt keçirdikcə də qıraqda bir həcm profili yaranmağa başlayır. Current session'ımız yaranır da. O da cari seans açılandan sonra yaranan qiymətlə bir yerdə hərəkət edildikcə, həcm icra olunduqca burada bir profil yaranmağa başlayacaq. Peki belə bir profilimiz var. Bu da olsun yaşlı rəhddə. Neysə. Əsas məntiq edilsin. Görür ki, burada bir dağ yaratdı. Dağ yaradandan sonra nə edir? Qırır aşağıya profili. Deməli,
ağ eləyək. Qırdım aşağı. Qırandan sonra profilin içinə təkrar qayıdandan sonra bu ariyaya. Value area high, value area low. Bu artıq geri çəkilib bu tərəfə gələndə bizim burada HVN-imiz yaranmışdır cari seansda. Və əvvəlki profilin dəyər zonasının bir səviyyəsinin üzərində bitişik halda. Bura gəlib toxunanda buradan reaksiya alma ehtimalı aşağı yönlü yüksəkdir və stopumuzu bu dağın üzərinə yerləşdirə bilərik. Hədəfimiz də artıq analiz əsasın aşağı yöndə bir ilk reaksiya ala biləcəyi hədəflərə qoya bilərik. Bu hədəflər haqqında da əlavə bir dərs çəkəcəm. Yəni məntiq bu şəkildə bəsitdir, amma effektiv bir yanaşmadır bu. Belə, ümid edirəm ki, nə demək istədiyimi anlata bildim rahat şəkildə. Bu dərsi də tam anlayandan sonra artıq növbəti dərsə keçid eləyə bilərsiniz.